gördüğünüz bu aparat GETS aparatı adlanır. Kısa bu məzmunudur. Ama bunun açılışı qan dövranının bərpa edən və insan orqanizmini sağlamlaşdıran çox möhtəşəm bir aparatdır. Bu aparatın stimulyator rolu oynamasında əsas səbəb insan sağlamlığını qorumaqdır. Bunun üzərində 2 dəqiqədən başlayaraq 15 dəqiqəyə qədər durmaq 5 kilometr bir meşədə qaçışa bərabərdir. Bu aparatdan istifadə edəndə tıxanmış bütün qan damarları açılır öz yerində. Bütün kapillyarlara qədər qanı aparat dövranı elətdirərək kapillyarlara qədər qanları paylayır. Və zaten onun üstündə durmuş olanda ağzı bir balaca boş saxlayanda görəcəksən ki, dişlərin də bir-birinə dəyib, bütün qan fırlanma metodu ilə tam baş beyin hissəsinə qədər qidalanma ora qədər gedir, çatır. Ən əsası bu aparatın özəllikləri nədən ibarətdir? Kimin ki, astraxandrozu var, belində yırtığı var, protruziyası var, boyunda astraxandrozu var, dizlərində ağrıları var. Bu insanlar bu aparatdan mütəmadi istifadə eləməklə bu ağrılara qalib gələ bilərlər. Bu şərtlə ki, onunla bərabər iyonlaşmış kalsium və sink, bir də spirulina içməlidirlər ki, effekti daha güclü olsun, o malik olduqları o xəstəliklərdən canlarını qutara bilsinlər. Bunlar qadınlar, kişilər, uşaqlar hamı istifadə edə bilər. Yaponlar sadəcə olaraq bu aparata ev doktoru adını veriblər. Yəni bu evdə istifadə olunan hər bir ailə üzvləri öz sağlamlığına qovuşur və gələcəkdə xəstələnmə ehtimalı sıfıra bərabər olur. Bu aparatdan istifadə etmək hamı üçün deyək ki, əhəmiyyətlidir. Öz sağlamlığına qiymət verən hər bir insan bu aparatdan istifadə etməyi özü üçün bir amal kimi gələcəkdə bu aparatı öz evinin ailə üzvlərinin sağlamlığını qorumaq üçün əldə edə bilərlər. Bunun üçün də bizə müraciət etmək lazımdır ki, biz bu aparatın sifarişini verib sizə çatdıra bilərik. Bu aparat yeganə Siemens şirkətinə məxsusdur. Onun lisenziyası, onun patenti bu şirkətə məxsusdur. Başqa heç bir şirkət bunu istehsal edə bilməz. Bunun qarantiyası var, içərisində hər bir pasportu var və insan sağlamlığını qorumaq üçün ən gözəl vasitələrdən biridir. Bu aparatları mən hər birinizə tövsiyə edirəm. Bu mənim evimdə, ailə üzvlərində və belə deyək ki, qardaş qohumlarının hamısının ailəsində bu aparat mövcuddur. Kim ki, sağlamlığına qiymət verir, gələcəkdə həkimə qaçmamaq üçün, ailə üzvlərini qorumaq üçün bu aparatdan istifadə etməyi tövsiyə edirəm. Sağ olun, dinlədiyinizə görə.